Mövzu fəlsəfi mövzudur. Çünki əxlaq bilirsiniz ki, yəni qədim dövrdən bu yana fəlsəfənin əsas qollarından biridir. Biraz ola bilər, necə deyim, maraqsız mövzu ola bilər. Çünki rasional mövzular, fəlsəfi mövzular çoxdan maraqlı deyil. Yəni bəzən yorucu ola bilir, bəzən maraqsız ola bilir. İnsanlar tez yorulur. Yəni normaldır. Xəyal qardaşımız da fəlsəfə şünasdır. Yəqin ki, təsdiqləyər məni. Məsələn, tutalım, şeirdir, poeziyadır, yəni ədəbiyyatdır. Bunlar fərqlidir, düzdür. Məsələn, maraqlıdır. Çünki İbn Sina da deyir ki, ümumiyyətlə məntiq alimləri bunu deyirlər ki, şeirdə, romanda, ədəbiyyatda əsas funksiya nədir? İnsanın fantaziyasına təsir eləməkdir. Məsələn, burada çoxunuz bəziləriniz olmusunuz, düzdür, qapıda olmusunuz. Oradakı, məsələn, kitab müzakirələrində olmusunuz. Düzdür, məsələn, axırıncı dəfə biz 9-cu mərtəbə kitabı, İlqar abinin 9-cu mərtəbə kitabını müzakirə edirdik. Məsələn, orada gördünüz, kitab oxuyanda, oradan müəyyən sitatlar oxuyanda insanlar kövrəlirdi, bəziləri ağladı. Niyə? Çünki, məsələn, kimin yaxını yadına düşür, kimin dostu yadına düşür, ölənlər yadına düşür. Məsələn, bu normaldır. Məsələn, mən bir-iki dəfə də görmüşəm, məsələn, başqa yerlərdə oxucudur, gəlir, deyir ki, məsələn, sizin kitabınızı oxudum, mən intihar etmək istədim. Ramada oteldə, o çıxışda yadındadır, biri çıxdı. Dedi ki, mən intihar etmək istəyirdim. Kitab oxuyandan sonra, sizin romanı oxuyandan sonra fikrimdən daşındım. Düzdür? Bu normaldır. Nəyə görə? Çünki ədəbiyyatın funksiyası odur, mahiyyəti odur. Sizin o fantaziyalarınıza təsir edir və sizdə o təsir gücü, ruhunuzda o təsir gücünü oyadır. Amma o bədbəxt fəlsəfədə elə bir şey yoxdur. Düzdür? Fəlsəfə oxuyub ağlayan, nə bilim, ölüsü yadına düşən, köhnə sevdiyi yadına düşən mən adam görməmişəm. Yəni, məsələn, şeiri oxuyur adam, tutalım, kimsə yadına düşür, düzdür. Amma məsələn, nə mən görmüşəm, yəqin ki, nə də siz görməmişsiniz, düzdür. Biri oxusun, məsələn, aksidensiyanın tərifini, desin ki, məsələn, aksidensiyanın tərifini oxuyandan sonra kimsə yadına düşsün. Mümkün deyil. Niyə? Çünki fəlsəfə emosiyadan tamamilə uzaqdır. Məsələn, eyni ilə riyaziyyat kimi, düstur oxuyub ağlayan görmüsünüzmü siz? Yox. Ya düstur oxuyub kimsə xatırlayan, köhnə günləri yadına salan? Yox, belə bir şey yoxdur. Çünki bunlar quru sahələrdir. Bunlar sırf rasional, intellektual sahələrdir. Ona görə, yəni bu mövzulara marağın az olması normaldır. Bir sərgidə olan